Salam, hər vaxtınız xeyir olsun. Ötən videoda baxdığımız, deməli, mövzuya bir daha, qısa bir təkrarla, üzərindən keçək. Deməli, baxmışdıq biz, SQL-də, Oracle SQL-də sətir funksiyalarına və onların gördüyü işlərə, həmçinin, videoda da, istəyən baxa bilər. Yəni biz, funksiyalardan istifadə ilə, praktik olaraq hansı кейslərdə bizə, lazım ola bilər. Deməli, ötən videoda baxdığımız funksiyalardan adlarını yada salaq. Lower var idi, upper var idi, Unicap var idi, daha sonra Winster, Subster. Yəni bir sözlə bu siyahını uzatmaq olar. Biz ötən dərsdə baxdığımız funksiyaların demək olar böyük əksəriyyəti bizə bir cavab qaytaran funksiyalar idi. Yəni bir sətir üzrə iş görən funksiya idi və bizə də bir sətir qaytarmış olurdu. Deməli biz daha sonra baxacağıq bu tip funksiyalarda, yəni SQL-də, Oracle SQL-də istifadə olunan əsas funksiyalardan. Bu dərsdə, bu videoda baxacağımız isə numerik bir növ rəqəmlər üzərində işləyən, hesablamalar aparan, həmçinin funksiya toplusuna baxacağıq, funksiyalar toplusuna baxacağıq. Bizim ötən dərsdə baxdığımızda əsasən char üzərindən, yəni tekst, mətn, simvollar üzərindən əməliyyatlar aparırdıq. Bugünkü baxacağımız funksiyalar isə numerik əsaslarla bizə cavablar qaytarır. Yəni belə deyək, riyazi əməliyyatlarla bizə bir output qaytarmış olacaq. Bu funksiyaların əsas, yəni ilkin olaraq siyahıda top 1-i gəlir round funksiyası. Round funksiyası. Round funksiyası yəqin ki, Excel işlədənlər çox yaxşı bilər. Round funksiyası bizə deməli bir növ yuvarlaqlaşdırmanı, riyaziyyatda bildiyimiz yuvarlaqlaşdırmanı əməliyyatını həyata keçirən bir funksiyadır. Round funksiyasının da 2 arqumenti olur əsasən və hal-hazırda onun da hər birinə ayrı-ayrılıqda baxacağıq. Deməli, bunun üçün employees cədvəlinə yox, sadəcə olaraq özümüzdən dual cədvəlində olacaq əməliyyata baxaq. Select, məsəl üçün, 10 tam nəsə belə bir rəqəm from dual. Bu funksiyanı yerinə yetirikdə görəcəyik ki, aşağıda bizə hardasa 2, 4, 6, 8 vergüldən sonra, yəni qalıq hissəsində 8 rəqəmdən ibarət olan bir ədəd qaytarmış oldu. Bu funksiyanı kopyalayaq və round funksiyamızı bu funksiyaya tətbiq eləyək. Bunun üçün round yazırıq. Daha sonra bu rəqəm hissəsində eyni ilə yuxarıda necə text funksiyalarında biz görürdük ki, bura həm kolon əlavə eləmək olar bu hissəyə, həm özümüzdən simvol əlavə eləyə bilərik və s. Burada da eyni ilə o tipdə gedir. Yəni biz bura həm numerik əsaslı bir sətir adını, sütun adını əlavə eləyə bilərik, kolonlarını, həmçinin də hansısa bir riyazi hesablama aparmaq üçün rəqəm daxil eləyə bilərik. Round-u daxil elədik. Round yazdıqdan sonra bizdən ikinci arqument olaraq bir arqument tələb eləyir ki, bunun da əsas səbəbi bizə vergüldən sonra bizə neçə ədəd, neçə rəqəm qaytarmalı olduğunu, bir növ hansı mərtəbəyə doğru yuvarlaqlaşdırmanı bizdən istəyir. Məsələn, biz normalda, yəni böyük əksəriyyət hallarda 2 qeyd eləyirik və 2 o deməkdir ki, həmin bu qeyd etdiyimiz rəqəmdə, yəni 10 tam bla 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 bla, burada yalnızca son 2-ni, 2 rəqəmi saxlamış olacaq. Əməliyyatı yerinə yetirək. Baxırıq 10 tam %63. Həqiqətən də bu rəqəmin yuvarlaqlaşdırmasına baxsaq, 6, 2 və 5 gəlir. 5 təbii ki 4-dən yuxarı olduğuna görə həmin yuvarlaqlaşdırmada özündən əvvəlki rəqəm bir vahid artacaq və nəticədə cavabımız olacaq 10 tam %63. Bundan başqa
elə eyni əməliyyat yerinə yetirək. Gördüyünüz 2 yazmışdıq. Məsəl üçün biz istəyirik ki, yuvarlaqlaşdıraq, lakin yəni tam hissə olsun da, ancaq kəsr hissə olmasın. O zaman 0 qeyd edirik. 0 qeyd edəndə nə aldıq? 11 aldıq. Və həqiqətən də yəni özündən əvvəlki ədəd 6 olduğuna görə və vergüldən əvvəlki tam hissə bir vahid artıraq 11 olur. Bundan başqa bir dəfə də baxsaq, məsələn bu hissədə biz artıq mənfi də qeyd edə bilərik. Bunun üçün vergüldən əvvəlkinə məsəl üçün belə bir şeylər eləyək. Və burada qeyd edir -2. İndi əməliyyat yerinə yetiriləndə özünüz fərqi hiss eləmiş olacaqsınız. Burada nə fərq olur? -2 dedikdə artıq vergüldən əvvəlkiləri yuvarlaqlaşdırmaq əvəzinə, daha doğrusu vergüldən sonranı yuvarlaqlaşdırmaq əvəzinə əvvəlkinə, yəni bir növ tam hissəyə fokus olur və həmin hissədə aparır artıq yuvarlaqlaşdırma əməliyyatını. Bu zamanda 2 yazdığımıza görə bu 2 hissəni yuvarlaqlaşdırır. Nəticədə 2300 cavabını almış oluruq. Həqiqətən də riyazi olaraq yuvarlaqlaşdırma aparsaq, yəni əlimizlə belə aparsaq da görəcəyik ki, eyni cavabı əldə eləmiş olacaq. Bundan əlavə trunk adlı bir funksiyamız daha var. Numerik funksiyalara aid olan. Bu funksiyanın rounddan əsas fərqi ondan ibarətdir ki, bu funksiya sadəcə olaraq yuvarlaqlaşdırır, lakin riyazi olaraq yuvarlaqlaşdırmır. Nə görürsə bir növ onu yuvarlaqlaşdırır. Yəni heç bir riyazi əməliyyat aparmır. Bunun üçün baxaq bir daha. Məsəl üçün elə bu qalsın. 10,6 qeyd eləmişdik və bunu hətta belə eləyək. Bura 9 yazsaq. Əsas fərqi görmək üçün. Fikir verin, 6, 9 gəlir və biz bu 2-ni də 1 eləsək, roundla yazanda 10,7 elədir. Həqiqətən də 9 olduğuna görə özündən əvvəlki rəqəm yuvarlaqlaşdırma zamanı 6 üzərinə 1 vahid artır və 7 olur. Lakin eyni şeyi biz tətbiq eləyək trunk funksiyasına. Bu zaman isə fərqli bir nəticə aldığımızı görəcəyik. Yəni 10,6. Gördüyünüz kimi yenə kəsib çıxartdı bir növ. Lakin burada riyazi olaraq hesablama aparmaq, yəni riyazi yuvarlaqlaşdırma aparmaq əvəzinə sadəcə olaraq belə deyək, gördüyünü kəsdi götürdü həmin hissədə. Say, yəni numerik funksiyalara aid olan üçüncü əsas funksiyalarımızdan biri də mod funksiyasıdır. Mod funksiyası yəni böyük əksəriyyət hallarda, məsəl üçün salary kolumu üzrə, maaş üzrə hesablamalarda, həmçinin il hesabatlarında və s. Çox geniş istifadə olunur. Mod funksiyası bizə qalıq qaytarır, bir növ belə deyək. Onun işləmə prinsipinə indi baxaq bir nümunə ilə. Məsəl üçün hansı rəqəmi götürək? Select, tutaq ki, mod qeyd eləyək. 10 və 4 yazdıq. From 12. Cavabımız 2 oldu. Cavab niyə 2 oldu? Yəni bu funksiyanın arxasında gedən proses nəyə bərabərdir? Deməli, SQL-in gördüyü iş odur ki, 10-u böldü 4-ə. Cavab neçə elədi bizdə? 2 elədi. Bu biraz çaşdırıcıdır. Həm tam hissə 2 alınıb, həm də qalıq hissə. Ona görə biraz bunu fərqli eləyək. Yəni 3 eləyək. Baxaq 1 alındı. Burada daha aydın başa düşəcəyik. Deməli, funksiya neynədir? 10-u böldü 3-ə. 10 3-ə böləndə elədi 3. Yəni 3 tam alındı və qalıqda da 1 qalmış oldu. Gördüyünüz kimi mod funksiyasında işi yəni bu qədərdir. Çox böyük yəni əksər hallarda deyərdim ki 80-90% hallarda bu qeyd etdiyimiz yəni round, trunk və mod, baxın bu 3 funksiya
demək olar ki, əksər hallarda bizim problemlərin, yəni riyazi hesabatlar zamanı yarana biləcək problemlərin həllində yəni ən əsas funksiyalar bunlardır. Yəni bu üç funksiya demək olar ki, riyazi əməliyyatların bir çoxunda istifadə olunur. Əsasən harda istifadə oluna bilər? Yəni belə bir sual da yarana bilər. Məsəl üçün select tutaq ki, employee ID, first name və salary from employees. Aha, cədvəlimizə output elədik. Burada görürük employee ID-ni, yəni işçi nömrəsi, tabel nömrəsidir, işçinin adıdır və aldığı maaşdır. Məsələn, belə bir case yarana bilər. Tutaq ki, maaşlarımız illikdir, belə düşünək. Və bizdən tələb olunur ki, aylıq olaraq bizə nəticəni versin. Baxaq görək hər bir işçimiz aylıq olaraq nə qədər məvacib alır. Bu zaman nə edəcəyik? Yəni ilkin birinci dərsdə təxminən deyərdim ki, birinci videomuzda salary, yəni select hissəsini öyrənəndə baxmışıq ki, buradakı riyazi əməliyyatlara. Salary'ni böləcəyik 12-yə təbii ki və nəticədə bizə aylıq maaş adlandıraq kolumu, aylıq maaş kolumu yarandı. Və bəli, burada belə bir əcaib rəqəmlər görürsünüz ki, uzana gedirlər. Baxın, bu tip case'lərdə bizə lazım olacaq round funksiyası. Belə bir əməliyyatın özünü round funksiyasının içinə salacağıq. Yəni round belə bir şey elədik. Məsələ ya da round vergül və biz əksər pul olan söhbətlərdə belə deyək, yəni currency hesabatlarında əksər hallarda 2 vahid vergüldən sonra 2 vahidin qalmağı məqsədə uyğundur və round funksiyasını qeyd edirik. Daha sonra da 2 qeyd elədikdən sonra aldığımız cavab gördüyünüz kimi tam olaraq bizim istədiyimiz formada olur. Və yaxud da deyə bilərik ki, yəni biz qəpik söhbəti eləmirik. Tutaq ki, bu dəfə də trunk istifadə eləyək və buna da 0 qeyd eləyək. Yəni nə varsa onu göstərsin. Nəticədə görəcəyik ki, burada ancaq tam hissələr bizə qaytarılmış oldu. Həmçində moddan əsasən necə istifadə olunur? Məsəl üçün ay hesabatlarıdır, tutaq ki, rübə düşmək məsələsidir, qalıq qalmaq və s. Yəni bu tip məsələlərdə də istifadə olunur. Lakin ən əsas yenə də qeyd elədiyim kimi bu üç funksiyadan, round, trunk, mod funksiyasından çox geniş istifadə olunur Oracle SQL-də analitik hesabatlar aparılan zaman. Belə, bugünkü video bu qədərdir. Yəqin ki, qısa oldu. Lakin kifayət elədi mənim fikrimcə. Çünki bundan sonra da tarix funksiyaları üzərindən videolar davam eləyəcək. Sağ olun, əzizdən müğayət olun.